Baxın belə fərqli yeni doğulan körpələrə hədiyyəlik olaraq axtaranlar Həmçinin dəst gedir, hamam dəsti gedir, bəli. Qiymət olaraq 22 manatdır. Qiyməti də yaxşıdır. Hədiyyəlik olaraq yenə həm hədiyyəlik aparmaq istəyənlər, həmçinin də nə bilim xəstəxana çıxışını. Daha sonra belə yenə ayaqqabı çeşidlərdir. 15 manata oğlan uşaqları üçün. Termometrli vanna dəstidir. Vannamız sonradan yığıla bilinir, hətta yerə qoyaraq da istifadə edə bilərsiniz. Uşaq çimdikdən sonra üzəri bələməli olur ki, həm yataq, həm də oturaq vəziyyətdə istifadə edə bilərsiniz. 0 ayından 3 yaşa qədər istifadəyə yararlıdır və rəng tonları mövcud. Bu modelimiz isə ananın bətnində körpə hansı formada hərəkət edirsə, bu modelimiz də o tərzdə hərəkət edir. Həmçinin burada dəstləşdirə də bilərsiniz. Atdıqları ilə bir yerdə koftasını dəstləşdirə bilərsiniz hər hansı bir Mağazaya gəldiyiniz zaman Fidan xanım sizə dəstləşdirməkdə də kömək eləyər inşallah. Bəli, hamam üçün istifadə olunan dəsmallardır. Dəsmallar var belə fərqli. Belə bir dəstlərimiz var. Burada amma say çoxdur. Burada neçə predmet sayı var? 6. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplantıdan detallı video çəkib hazırlayırıq ki, ötən dəfə bir toplantıdan çəkilişimiz oldu. Bu dəfə isə bu toplantıının fərqi odur ki, burada artıq körpələr üçün geyim də var. Mağazadır. Karma Baby adlanır. Bu da yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, Korpus 1, mağaza 7. Böyük mağazadır ki, burada həm uşaqlar üçün, körpələr üçün geyimlərdir, yataqlardır, arabalardır, manejlərdir, beşiklərdir ki, bu kimi məhsullar satış olunur. Keçib içəridə detallı şəkildə sizləri göstərəcəyik. Hava da biraz yağışlıdır. Onun üçün çöldə çox qalmaq istəmirik. İnşallah keçib ilk olaraq da başlayaraq geyimdən, geyimə aid yaşlarıma qədər olan körpə geyimlərindən addelini göstərəcəyik. Daha sonra isə uşaq arabalarıdır, yemək masalarıdır. Daha sonra beşiklərə keçib ətraflı sizlər üçün təqdim edəcək. Hansının qiymətini də deyə bilirsə, qiymətlərlə bərabər. Keçməzdən əvvəl kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın. Ətrafınızda yeni ana olmuş rəfiqələriniz, bu məhsulları axtaran analar, bacılar varsa, bu videonu da həmin şəxslərlə paylaşmağı unutmayın. Getdik. Və qeyd etdiyimiz kimi ilkin olaraq başlayırıq. Geyim addelindən mağaza əməkdaşı Fidan xanım da bizə ümumi olaraq məhsulların təqdimatında yardımcı olacaq, dolğun şəkildə sizə məlumat verə bilər. Fidan xanım, başlayırıq demək girişdən sol tərəfdən. Sol tərəfdən başlayaq. Ümumi olaraq neçə aya qədər, neçə aylıq uşaqlara məhsullar burada tapmaq mümkündür? İlk olaraq onun məlumatını verək. 0 aydan 1-2 yaşa kimi uşaq geyimləri bizdə mövcuddur. Geyim olaraq üst geyimlər burada necə gedir? Üst geyimləridir. Dəstlər, çox vaxt dəstlər, üst geyimlər, alt geyimlər, hər bir şey mövcuddur mağazamızda. Belə deyim, burada hal-hazırda gördüyünüz kimi dəstlərdə ancaq sadəcə dəstlər var. Aşağı hissədə bunlarda body gedir. Bodylər, bəli, bodylər də var. Qiymət olaraq hər birinin üzərində bu üstündə qeyd olunan dəstin qiyməti yoxsa ədədinin qiyməti? Bir ədəd. Bir ədədinin qiyməti. Bəli. Qiymət olaraq hər bir məhsulun üzərində qiymətləri qeyd olunub, rahat şəkildə pərakəndə alış zamanı seçə bilərsiniz. Onu da qeyd eləyək ki, pərakəndə alış zamanı həmçinin hissəli ödəniş də keçərlidir ki, bir kat və ferrum kapital. Sadəcə gecikməniz olmasın. Gəliriniz varsa, rəsmi və ya qeyri-rəsmi, yenə də buradan hissəli ödənişlə 3 aydan 12 aya qədər məhsulları əldə edə bilərsiniz. Geyim olaraq, kateqoriya olaraq qeyd etdiyimiz kimi burada arxa fonda maksimum göstərməyə çalışaq. Bu tərəf bu divar boyunca olan addel qız uşaqlar üçün, qız övladları üçün olan geyimlərdir. Alt geyimləri olaraq, alt geyimləri hansı ad olaraq nələrə bölünür? Demək, bodylərdir. Bodylərdir, ayaqlı şalvarlardır, ayaqsız şalvarlardır. Ayaqlı şalvarlar, ayaqsız şalvarlar. Daha sonra belə papaqlı olan dəstlər, üçlü dəstlər. Neçəli dəstli? İkili, üçlü, əlcəyi ilə olan, papağı ilə olan dəstlər var. Fərqli-fərqli rəng çeşidlərində, fərqli-fərqli üzəri yazı ilə olan. Daha sonra bunlar dəstlərdir. Dəstlərimiz 5-li dəstlərimiz olur. 2-li dəstlərimiz, 3-lü dəstlərimiz. Yuxarıda gördükləriniz 3-lü dəstlərdir. 3-lü dəstlərdə qiymət başlayır təxminən neçə manatdan? 28 manatdan başlayır. 28 manatdan başlayır. Bəli. Onlar 5-li dəstdir. Bunlar 5-li. 5 deyəndə nə daxildir bura? Papaq, şalvar. Papağıdır, əlcəyidir, qarnını örtən əskisidir. Belə deyim, həm də önlük kimi istifadə edə bilərsiniz. Ayaqlı şalvarıdır və bir ədəd köynəyidir. Mağazada gördüyünüz göstərəcəyimiz bütün məhsullar demək olar ki, Türkiyə istehsalı məhsullardır. Rahat şəkildə arxayın olaraq, yəni material baxımından, keyfiyyət baxımından rahat şəkildə gəlib alış eləyə bilərsiniz. Daha sonra isə həmçinin xəstəxana çıxışı olan məhsullar da var. İrəliləyən dəqiqələrdə sizlərə göstərəcəm. Daha sonra aşağıda belə donlar var qız uşaqları üçün. Bu ilin rəng tonları hansı? Rəng tonları olaraq krem, korичневый. İndi isə növbəti adlı göstərəcək ki, burada əsasən demək xəstəxana çıxışında istifadə olunan geyimlərdir, düzdürmü? Bəli. Xəstəxana çıxışında da 0 yaş gedir də. Bəli. Aha.
Nələr var, nə tövsiyə edirsiniz yeni analara, yeni ana Belə olacaq? deyim, çox şəxslərə. xanım sadəliyi sevir. Sadəliyi sevən xanımlar üçün də dərslərimiz var. Göstərə bilərsiniz. Baxın, Göstər. sadə köynəklərimiz var. Bunlar. Bunlar bəli. Qız uşaqları üçün, oğlan uşaqları üçün hər bir şey var bizdə. Bunlar beşliqədir. Beşli, yəni ki, önlüyüdür, papağıdır, əlcəyidir, ayaqlı şalvarıdır və koftasıdır. Qiymət olaraq da Qiymət olaraq 28 manatdan başlayır. Amma 28 belə deyim, manatdan. yuxarıda gördüyünüz daha Çeşidlər. zövqlü deyim, belə çeşidlərimiz də var. 21 manatdan başlayır onlar. 21 manatdan. Bəli. Tulum şəklində olanlar gördüyünüz kimi 18 manatdan başlayır. Tək papağı ilə də onlar. Tulum və papağı ilə bir yerdə. Belə dəstlərimiz var. Bunlar daha Bəli, bunlar ədyalı olan geyim açıb göstərə bilərik də. Bəli, Ədiyal da var. Düz açdım. bəli. Demək burada belə bir dəstlərimiz var. Burada amma say çoxdur. Burada neçə predmet sayı 6. var? 6. Və bunlar nədir? Onlar ağız dəsmalıdır. Papağıdır, boydisidir, qısa qol boydu, ayaqlı şalvarıdır, önlüyüdür və arxasında gördüyünüz bir ədəd ədyalıdır. Hə, yay, nəzik, Nazikdir, bəli. yaylıq, yazlıq belə üzərinə atmağa Yaz, uşaqların yay ayları körpələri. üçün, bəli. Bunların həmsinin rəngləri də var. Rəngləri də var. Oğlan uşağı üçün olan, qız uşağı üçün olan fərqli rəng çeşidləri var. Bunların başqa, bunlar da elə Bəli, gedir, eyni. yoxsa burada da Rəng belə. çeşidləri sadəcə. Daha sonra belə gecə geyimləri. Bunlar amma biraz daha iri uşaqlar üçün Bəli. yəqin ki 17 manat gördünüz bax bu gecə geyimi dəsti. Qiymət 17 manat. Daha sonra belə geyimlər var. 20 manat. Bunlar nə Onlar da gedir? gecəlikdir. Bunlar da gecəli. Bəli. Daha sonra belə dəstlər var. Bunlar Onlar da xəstəxana çıxışı gedir. Belə deyim, qiymət fərqi var. 30 manat olanı var, 28 manat olanı var. 45 manat Zövqdən olanı asılıdır, var. bəli. Belə 45 qalın. manat o müslin ədyalı var onun. Hal-hazırda xanımlarımızın çoxusu müslin ədyallara Baxın belə fərqli yeni doğulan körpələrə hədiyyəlik olaraq axtaranlar. Baxın belə qiymət olaraq da münasibdir. 5-li dəstə 23 manata. Hazır bu şəkildə nə deyirlər, veşilkanla belə paketlənmiş şəkildə fərqli rəng tonları da var. Yenə burada uşaqlar, oğlanlar üçün, qızlar üçün olan rəng tonları. Qiymət standart olaraq 23 manatda 5-li dərsdir. Daha sonra isə keçirik Fidan xanım nəyi göstərək? Bunlar nədir? Hamam. dəsmaldır. Bəli, hamam üçün istifadə olunan dəsmallardır. Dəsmallar var belə fərqli. Qiymətləri də fərqlidir. Onu qeyd edim ki, 15 manatdan başlayır. Fərqli rəng tonları var. Qız uşağı, oğlan uşağı belə. Bunlar nədir? Bu Bunlar forma, da. bu da dəsmaldır. Bunlar da dəsmal sayılır. Bunların da fərqli çeşidləri var. Belə bir ədyallar var, muslin ədyallar. Bəli. Dəbdə olan, son dəbdə olan çeşidlər sayılır. Bəli. Değil mi? Sayılır. Qiymət olaraq 20 manat. Bir sumka fərqlərini göstərək. Bunların ölçüsü soruşsanız əgər maraqlı, hə, bunların içərisi belə o ortopedik şeylərə oxşuyur, yastıqlara filan. Ölçü olaraq da 1 metrin 1 metr olar. Bəli. 1 metrin 1 metr 90 sant, 1 10 90 nəsə bu civarda. Fərqli rəng tonları da var. Baxın burada. Qiymət olaraq isə 20 manat. Pərakəndə satış qiyməti 20 manatdır. Daha sonra belə bir çeşidlər var. Bunlar nə sayılır? Dəsmaldır. Onlar da dəsmaldır. Sadəcə belə deyim. Firmalar fərqlidir. EKBB, QBB hər biri türk istehsalıdır. Bunların düzdür, Hamılar. biraz mövsümü artıq gedib qalın olan ədyal çeşidləri var. 35 manata çox material olaraq yumşaqdır, 20 Çox manat olan. qalınlar da var, naziklər də var qeyd edim. Yazlıq da var, Bəli, yazlıq. qışlıq da var. Bu qış keçib bu yazlıq çeşidlərini rahat şəkildə əldə eləyə bilərsiniz. Burada belə bir maraqlı dəst var. Yastıq da var. Kalyaska içlidir. Hə, kalyaska üçün. Bəli. Beşik kalyaska. Uşaq arabası üçün olan. Bax 20 manata neçəlidir bu içərisində? 3 ədəd məhsul var. 3 ədəd məhsul var. Yastığıdır, yorğanıdır, döşəkimisidir yəqin ki. Qiymət 20 manat pərakəndə satış qiyməti. Daha sonra belə nəyimizdir bu? Hamam dəstləri var. Nə Bəli. qəşəng, baxın belə. Şirin. Tapçıqaları, tərlikləri var. Qiymət olaraq neçədir bunlar? 60 manatdır. 60 manatda neçə say daxildir? Predmet deyirlər, say deyirlər. Qiymət 60 manat. Həm hədiyyəlik aparmaq istəyənlər, həmçinin də nə bilim xəstəxana çıxışını üçün. Bunu indi xonça kimi bağlatdıranlar Bəli, olur, bəli, xəstəxana xonça çıxışları, onu da seçə bilərsiniz. Daha sonra burada analar üçün olan fərqli
brendlərin çantalarıdır ki, qiymət olaraq da neçə manatdan başlayır? 45 manat. Belə deyim. Fərqli 16 fərqli manata da var. Sadə çeşidlər də var, baxın Sadə. burada və digər 43 manata olan, O da 43. 43 manata Chico'dur. Sonra Chico'nun fərqli orijinal firması var bizdə. 43 manata belə böyük çeşidləri var. Bunlar nədir? Yorğan. Yorğan çeşidləri. Bunların qiyməti 37 manat. 37 manata yenə yorğan, tək bir dənə yorğan daxildir, düzdürmü? Bəli. Tək yorğan, sintifon, quşu, nə? Daha sonra belə kiçik yenə ayaqqabı çeşidləridir. 15 manata oğlan uşaqları üçündür yəqin ki bunlar. Bəli. Hamısı 15 manata, fərqli rəng tonları var. Balaca kişilər üçün ala bilərsiniz. Daha sonra nəyimiz var? Onlar da Dəst. həmçinin dəst gedir, Hamam hamam dəst. dəsti gedir. Bəli. Dəsmalıdır, bir ədəd böyük ölçüdə olan dəsmaldır, kiçik ölçüdə var və orta ölçüdə. Qiymət olaraq 22 manatdır. Qiyməti də yaxşıdır. Hədiyyəlik olaraq yenə ölçü geyim elədir ki, geyimi hədiyyəlik alanda ölçü düz gəlməyə bilər, nə bilim, valideyn ana bəyənməyə bilər, amma belə hədiyyəliklər məncə ən yaxşı doğru seçim olar. Bu tərəf isə oğlan uşaqları üçündür, yoxsa burada qız da var? Fərqi Burada yoxdur. qarşılıqdır. Burada ümumən tulumlar gedir. Bunlar tulumlar gedir. Bəli. Tulumlar da yenə eynən fərqli materialda, qalın, Qalın var. yazlıq var, qışlıq var. Rəng tonları da yenə fərqli rəng tonları var. Video çox uzanmasın deyə tez-tez sizə göstərmək istəyirik ki, çünki hələ 2 ad dilimiz var. Daha sonra isə orta hissədə nələr olur Fidan xanım zəhmət? Bezlər olur, köynəklər olur. Ümumən, yəni belə deyim ki, 0-6 ayına aid olan uşaq geyimlər burada nəzərdə tutulub ki, geyimlərdir at əsas. geyimlərdir, bəli. Əsas olan at geyimləri. Pinjamalardır, bodylərdir. Bodylər. Daha sonra Ayaqlı şalvarlar, əlcəklərdir, manjetsiz əlcəklər. Dizliklərimiz var, baxın. Cür Aşağıları formada, iməklənən bəli, vaxtı. iməkləyən vaxtı dizliklərdən istifadə olunur. burada yaxalıqlı önlüklər var, Bəli, papaqlar var. papaqlar var. Yeni doğulan uşaqlar üçün papaqlar. Vaxtından tez doğulan uşaqlar üçün belə papaqlarımız var bizim. Baxın, çox kiçik ölçüdə. Qiymət 1 manatdır. Misal olaraq bunlar 2 manatdır. Daha sonra bunlar belə 2 2 manatdır. manata belə körpələr, yeni Bəli. doğulanlar üçün 3 manata olan çeşidlər var. Önlüklərin qiyməti neçədən başlayır? 2 manatdan 2 başlayır. manatdan başlayır. Daha sonra bunlar da Bezlər. bərlənmək üçün olan bezlərdir. 7 manata var, 6 manata var, 8 manata Belə var. deyim, 3 manatdan başlayır ən kiçik ölçüdə. Hə, ən ikisi bunlar 3 manatdan Bəli. başlayır. Pambıqdır yəqin ki, Bəli, hər material biri olaraq. materialı pambıqdır. 9 manata fərqli çeşidlər var. Belə 4 manata ipli can köynəyi. Həmçinin burada dəstləşdirə də bilərsiniz. Atlıqları ilə bir yerdə koftasını dəstləşdirə bilərsiniz hər hansı bir şalvarla. Mağazaya gəldiyiniz zaman Fidan xanım sizə dəstləşdirməkdə də kömək eləyər inşallah. Rəng Təbii tonları ilə fərqli eyni uyğun gələn bodylərini şalvarlarıdır ki, yenə zövqünüzə görə dəstləşdirə bilərsiniz hədiyyəlik və yaxud da övladınız üçün. Daha sonra burada nədir? Ağız dəsmalıdır bunlar. Ağız dəsmalları Bəli. neçəli? 2, 4, 7-li. 7-lidir. Səkkiz Belə deyim, manat. 7-li də var. Qiyməti 8 manatdır. Həmçinin içində 10 ədədi olan belə də fərqli ağız dəsmalımız mövcuddur. Sumka fərqləri görürsünüz. Qiyməti isə 15 manatdır. Yenə də bunlardan da siz fərqli qarışıq bir xonça kimi xəstəxana çıxışı üçün hədiyyəli nənələr, bibilər, xalalar Dayılar, əmilər. gəlib istifadə edə bilər. Bir qismdə burada digər uşaqlar üçün olan aksesuarlardır ki, alışını eləyib yenə də xəstəxana çıxışında istifadə edə bilərsiniz. Orada var nələr? Termoslardır. Bura nə var? Silikon qablardır. Silikon qablardır, Qaysı yemək üçün. dəstimiz var. Daha sonra belə soskalı su qabları var. Bu biri tərəfdə soskalardır. Dırnaq tutmaq üçün dəstlərdir. Saç üçün, saç darmaq, saç baxımı üçün, dırnaq baxımı üçün baxın belə fərqli dəstlər var. Qiymət olaraq 25 manata misal olaraq budur. Kiçikləri biraz daha ucuz olacaq. 12 manatdır. 12 manatdır. Daha sonra belə soskalar var, yemək qabları var. Bunlar nə gedirdi? Burun təmizləmək üçün və s. kimi. Aparat. Belə daraqlardır 5 manat, 12 manat. Dırnaq tutan dəstədir yenə. Simizdirəndə istifadə olunan 11 manat. Setkadır deyim. Setka 11 manat. Belə dəstlər var, ikili, üçlü. Qiymət 15 manat. Qiymət olaraq yəni uyğun gəlir şəhərlə müqayisədə yəqin ki
izləyicilər də ümumi olaraq müqayisə edə bilir. İndi isə mağazanın ikinci digər hissəsinə keçdik ki, burada da Sevana xanım nəzarətindədir və bizə ümumi olaraq məlumat verəcək ki, onların ona aid olan nəzarət etdiyi hissədə hansı məhsullar satışı var, ümumi olaraq qiymətləri və bir-bir çeşidləri ilə də sizləri yaxından tanış edəcək. Sevana xanım, zəhmət olmasa Mağazamızda körpələrimizə dair olan hər cür uşaq arabaları mövcuddur. Yay gəzinti arabalarımızın qiyməti 60 manatdan başlayır. Həm yataq, həm gəzinti kimi istifadə edə bilərsiniz. 4 fəsil uşaq arabalarımız isə 140 manatdan başlayır. bundan əlavə də avtomobil üçün olan Mağazamızda təkcə uşaq arabaları deyil, hətta avtomobil üçün nəzərdə tutulmuş avtokreslolarımız da mövcuddur. Gəlin yaxından tanış olaq. Qiymətləri 110 manatdan başlayır. İlk olaraq qeyd etdiyiniz 60 manatlıq çeşidləri görsədək, zəhmət olmasa Tamam, bir-bir gəlin nümunə baxın, olaraq belə bir, ki, model göstərək sizlərə. Həm İzləyicilər. uzanıq vəziyyətdə ola bilər, həm yataq vəziyyətində istifadə edə bilərsiniz. bunlar əsasən yaz və yay ayları üçün nəzərdə tutulur. Bəli. Alanlar da zaten ümumi olaraq görünüşdən anlaya bilir. Rəng tonları olaraq fərqli rəng tonları da var. Həm qız uşaqları üçün, həm oğlan uşaqları üçün. Bəli. 140 manatlıq dediyimiz 4 fəsillər isə Gəlin göstərək 140 manatlığı. gördüyünüz kimi onlarla fərqli rənglərdə, fərqli çeşidlərdə və funksionallığına görə fərqlənən çeşidlər var. Çantanın hamısı çantanla, yoxsa çantalı, çantasız da var. Çantalı modellərimiz 4 fəsil uşaq arabalarının hər birində çanta mövcuddur. Funksional çantadan ibarətdir. Həm yataq, həm də oturaq vəziyyətdə istifadə edə bilərsiniz. 0 ayından 3 yaşa qədər istifadəyə yararlıdır və rəng tonları mövcud. Bunlar 140 manata olan Bəli, çeşidlər. bəli. Pərakəndə qeyd etdiyimiz qiymətlər pərakəndə satış qiymətidir. Həmçinin topdan satışını da deyənlər, sayılı şəkildə əldə etmək istəyənlər fərqli qiymətlərə təklif olunacaq. Bundan əlavə də hissəli ödəniş də var ki, pərakəndə alış zamanında yenə hissəli ödənişlə də əldə edə bilərsiniz 3 aydan 12 aya qədər. Ən bahalı olan çeşidlərimiz hansıdır? Ümumi olaraq məlumat olaraq onları da görsədək. Onlar nəyinə görə fərqlənir? Amortizator sisteminə görə və yatağın iç döşəliyinə görə fərqlənə bilər. Ortopedik yataq sisteminə malikdir. Bunlar. Amortizator sistemi daha güclüdür və təkərləri sıx rezindən hazırlanmış materiallardan ibarətdir. Bunların qiyməti Hər biri yataq və gəzinti kimi olur. 330 manatdan başlayır qiymətlər. 330 manatdan başlayır. Daha keyfiyyətli, daha Funksional. funksional olan araba axtaranlar daha hündür təkərlə yolsuzluq şəraitində də idarə eləmək olur. Bunlar isə 330 manatdan başlayır. Yenə də qiymətlər dəyişə bilir. Bunların da yenə hissəli ödənişlə ala bilirsiniz. Fərqli rəng tonları var. Material olaraq Eko dəridən ibarətdir üzəri, alt qismi isə parçadan ibarətdir ki, körpə rahat şəkildə nəfəs ala bilsin deyə. növbəti məhsul çeşidlərimiz isə manej yataqlar adlanır, Bəli, düzdürmü? Manij yataqlarımız 130 manatdan başlayır qiymətləri. Rahat şəkildə 4 yaşa qədər övladınızı yatızdıra biləcəksiniz. Həm beşik kimi, həm də dərinləşərək manij kimi istifadəyə yararlıdır. Qiymət burada nəyə əsasən formalaşır? Ölçüyə Artım görə olaraq. dəyişə bilir, parçaya görə dəyişə bilir. Daha sonra misal olaraq məhsulun üzərində bəzilərində oyuncaq olur, bəzi məhsullarda oyuncaq olmaya bilir. Materialına görə dəyişə bilir. Rahat şəkildə burada uşağı bələmək üçün və s. kimi Bəli, bələmə üçün nəzərdə yerləri var. tutulub. Bundan olan da var, olmayan da var, düzdürmü? Hər birində bələmə hissəsi mövcuddur. Bələmə Sadəcə hissəsi var. olaraq belə deyim, ölçüyə görə dəyişə bilir. Ana yanı olmaya bilir o. Bax, göstərdiyim 130 manatlıq məhsul ana yanı olmur. Budur, 130 Amma digər, olan. bəli. Ana yanı nədir? Yəni baxın, qıraq hissələrini açırsınız, ana yanı edə bilirsiniz. Qurçuqla basılır və ana yanı olur. Aşağı düşür. Daha aşağı yendirirsiniz ki, bəli, ana daha rahat uşaqla təmas qura bilsin deyə. Anladım. Burada da yenə fərqli rəng tonları var. Rəng tonunu seçə bilərlər müştərilər. Burada, hətta burada Əlavə olaraq səbətliyi bölməsi var ki, ana rahat şəkildə avtosəbət kimi hətta istifadə edə bilərlər onu. baxın, burada belə fərqli səbəti də var. Bu Daha formada sadə var. modellərimiz var. 100 manatdan əldə edə bilərlər. Daha sadə modeldir. Üzərində torda var ki, Bəli. Ana yanı ola bilir. Funksiyası, yellənmə funksiyası mövcuddur və ana bunu boya görə ayarlaya bilir. bunların qiyməti 100 manat olacaq. Bunların qiyməti 100 manatdır. Rəngləri də var. Hal-hazırda indi vitrində 2 rəngin görürsüz. Amma belə rəngləri var. Rəng seçimi edə bilərsiniz. Yay aylarında da rahat şəkildə uşağı bayırda, balkonda, eyvanda, həyət evlərində yaşayırsınızsa qoyub üzərində toru da var ki, ağcaqanad və sair Milçəkdən cücü qorusun və sair deyə. milçəklər dəyib uşağa toxunmasın. Burada da yenə də fərqli çeşidləri görürsüz. Bu nə üçündür? Bunlar Vanna dəstlərimizdir. Vanna dəstlərimizin qiyməti 30 manatdan başlayır.
Bələməli vanna dəstimizdir. Yəni körpəni rahat çimizdirdikdən sonra göstərmək istəyirəm. Termometrli vanna dəstidir. Vannamız sonradan yığıla bilinir. Hətta yerə qoyaraq da istifadə edə bilərsiniz. Uşaq çimdikdən sonra üzəri bələməli olur ki, rahat geyindirə bilsin və bələmə hissəsi parçadan deyil ki, nəmişli saxlamasın deyə. Rahat silib təmizləyə bilirsiniz, eko dəridəndir. Qiyməti? Qiyməti bunun olacaq 170. Sadələri isə? Sadələr isə bax 100 manata ayaqlı vanna dəstimizdir, 50 manata ayaqlı vanna dəstimizdir, 120 manata ayaqlı vanna dəstimizdir. Dəstədə nəyimiz daxildir? Quruşqasıdır. Quruşqasıdır, əlavə olaraq balaca ləyəncəsidir, vedrəsidir. Uşağı rahat qoyub çimizdirmək üçün pastavkasıdır. Boyunluqdur. Körpənin qulağına və üzünə su dəyməsin deyə belə bir kepkalığı var və termometrli vannası. Rahat şəkildə temperaturu da, suyun temperaturu. 100 manatlıqda fərqliliyi odur ki, biraz daha xırda modeldir. Əlavə olaraq belə bir 5 olkalığı var. Ləyənidir, vedrəsidir, quruşqası və setkası daxil olmaqla cəmi 100 manatdan əldə edə bilərlər. Qeyd etdiyimiz qiymətlər nəğd pərakəndə satış qiymətləridir, nəzərinizdə olsun. İndi burada da həmçinin tək-tək ala biləcəyiniz Ayaqsız modeldə vannasıdır, qaşşokudur və s. Hər bir şey daxil. Burada da bir qism manej modelləri var. Manejlərin elektron variantı. 130 manatdan başlayır. 130 manatlıq olan modelimizi həm əllə hərəkət etdirə bilirsiniz, həm pult vasitəsilə idarə olunur. Bluetooth vasitəsilə musiqi qoşmaq olur, özünün də musiqi hissəsi var. 2 rəngdən ibarətdir, həm krem, həm boz rəngini götürə bilərlər. Ən çox uşaqların, anaları, yeni anaların əziyyət çəkdiyi uşağın, gecə vaxtı uşağın durub ağlamasıdır, durub onu yelləmək və s. Amma bu elektron əvvəllər qiyməti daha yüksəkdir, indi elə bil. Bəli, indirimdə də hal-hazırda yararlana bilərlər. 130 manata mənə elə gəlir ki, çox əl çatandır ki, rahat şəkildə gecələri analar, atalar da uşağı qoyub, avtomatik yelləməyə qoyub, rahat şəkildə yatıb yuxularını ala bilərlər. Bu modelimiz digər modelimizə oxşardır. Bəzən soruşurlar ki, niyə o 130-da, bu isə 150 manatdır. Fərqləri odur ki, ölçü olaraq bunlar biraz daha geniş modeldir və əlavə olaraq oyuncaq qismi mövcuddur. Rəngləri var. İstədiyini rəngləri. Bunlar da neçə yaşa qədər istifadə olunur? Bax, o göstərdiyim 130 manatdır. 8 aya qədər rahat şəkildə istifadə edə bilərlər. Bu modellərimizi hardasa bir yaşa qədər istifadə edilir. Daha geniş və iri olan modellərimiz, baxın göstərək, və 2 mərtəbə ola bilir, dərinləşə bilir. Yəni ki, uşaq özünü çölə atmasın deyə. Onlar daha genişdir bu modellərə nisbətən, ana yanı ola bilir, tənzimlənir boyu və rəngləri də var. Bunların qiyməti? Onların qiyməti olacaq 200 manat. 200 manata daha hündür, 2 mərtəbə. O modellərdə yaş yarıma qədər yaş yarıma qədər, 18 aya qədər övladlarınızda istifadə edə bilərsiniz. Rahat şəkildə nadinc yatmayan uşaqlar üçün praktikdir. Daha sonra da burada başlayır yemək masalarıdır və beşiklərdir. Digər zalda isə, digər hissədə isə daha geniş beşik çeşidləri, gənc oda mebellərini isə göstərəcəyik. Deməli, yemək masaları qiymət olaraq... Yemək masalarımız 6 ayından 3 yaşa qədər istifadəlikdir. Ümumi qiymətləri 70 manatdan başlayır. 2 padnosda olan modelləri göstərmək istəyirəm. 2 funksiyadan ibarət olurlar. Hətta 3 funksiyadan ibarət olurlar bunlar. Əllə yellənən yemək masalarımız var ki, həm yerləncək olur, əllə hərəkət etdirə bilirsiniz. 3-cü funksiya daşıyanlar, baxın buradadır. Həm də xadilka, yəni yürütəc ola bilirlər. Həm yemək masası kimi, həm yerləncək kimi, həm də maniş kimi istifadəlikdir. Bunlar 3 rəngdən ibarət olur. Yaşıl, krem və boz rəngi. 170 manatda qiymətidir bunların. 170 manat. Restoranlar da rahat şəkildə alıb istifadə edə bilər. Restoranlarda da zaten bunlardan olur. Bu daha rahat şəkildə sürülməsinə imkan verir. Minimal qiymətimiz 70 manatdan başlayır. Bəli. Ta neçə manata kimi? 250 manata qədər. 250 manatlığın bunlardan fərqi desəz ki, nədir? O, hətta nənni kimi də istifadəlikdir. Artıq nənni gedib almırsınız uşaq üçün. Bunları neçə yaşa qədər? 3 yaşa qədər. Hər biri 3 yaşa qədər nəzərdə tutulur. Hər biri 3 yaşa qədər istifadə eləməyə imkan verir. Qiymət olaraq isə minimum 60 manatdan başlayır. Əgər ehtiyacınız varsa, sizin də bu kimi məhsullara rahat şəkildə kompleks buradan gəlib alış eləyə bilərsiniz. Geyimindən başlayaraq uşağın arabasıdır, uşaq masası, yemək masasıdır, beşiyidir, digər manejidir, körpəyə aid hər bir şey mağazamızda mövcuddur. Bu nənnilər bəs, bunlar biraz daha ucuz sayılır yoxsa? Bu nənnilərimiz 110 manatdan başlayır qiymətləri, fərqləri deyəcəm. 110 manatdır, sadə modellərimizdir. Bunlar lap körpə. 0 ayından 1 yaşa qədər rahat istifadə edə biləcəyiniz bir məhsuldur. Bir növ ananın ayağı sayılır bu.
Yəni artıq ana ayağına qoyub uşağı yatızdırmır. Buna yerləşdirirsiniz və uşaq buna öyrəşirsə, özünüzlə rahat hər bir yerə də daşıya biləcəksiniz. Pultla idarə olunur. Həm yataqdır, həm də oturaq vəziyyətə çevirə bilirsiniz. Bluetooth vasitəsilə musiqi qoşmaq olur. Özünün də musiqi hissəsi mövcuddur. Yəni çox rahat, keyfiyyətli məhsullarımızdan biridir. Qiymət olaraq 110 manatdan 110 manatdan başlayıb 200 manata qədər. 200 manata qədər olan fərqli çeşidləri var ki, yenə də burada bir növ anaların işini daha rahatlaşdırmaq üçün daha sonra. Bu məhsulu göstərmək istəyirəm. Bu məhsulumuz körpə ana bətnində özünü necə hiss edirsə, eyni o qaydada yerlənir. Yəni sırf körpə özünü hələ də ana bətnindəki kimi hiss edir. Yəni, o tərzdə yerlənir. Həm yuxarı aşağı, həm onlar sağa sola. sağa soladır. Bunlar həm aşağı yuxarı, həm bəli, sağa bəli. sola. İki real şəkildə görsədə nə formadadır? Səvanə xanım zəhmət olmasa. Digər modelimiz sağa sola, yəni sırf ana öz ayağında nətər yerlədirsə o şəkildə olur. Bu modelimiz isə ananın bətnində körpə hansı formada hərəkət edirsə, bu modelimizdə o tərzdə hərəkət edir. İç hissəsinin döşəyi rahat, yumşaqdır. Körpə rahat şəkildə yata bilir bunun içərisində. Beşli kəmər sayəsində daha təhlükəsiz olacaq. Körpəniz daha təhlükəsiz şəkildə qoyub gedə biləcəksiniz. Funksiyon olaraq musiqisi var Musiqi burada. hissəsi var, bəli. Kodunu alıb verə bilirsiniz. İdarə edə bilirsiniz burada. Bir neçə fərqli musiqilər var. Burada Dəqiqəyə isə qoşa bilirsiniz. timeri var. Aha. Buranı yaxınlaşdır zəhmət olmasa. 15-30 dəqiqəyə qədər Daha vaxt ayarı sonra var. bu isə Yerlənmə funksiyasıdır. yerlənmə funksiyasıdır. İrəli, geri fərqli. İndi isə həmən beşiklər olan, mebel olan hissədəyik ki, burada da yəni həm sifarişlə, kataloqda var ki, gənc odaları sifarişlə də elə bilirsiniz. Həmçinin hazır burada beşik çeşidləridir ki, həm yerli istehsal, həm də Rusiya istehsalı Hətta olan Türkiyə istehsalı olan beşiklərimiz də var. beşiklər də var. Qiymət olaraq hansı aralıqda dəyişir? Aval beşiklərimiz 250 manatdan başlayır, tam dolu şəkildə. Dolu Yanlış şəkildə qapı dediyimiz içərisinə daxildir. matrası, içinin dekoru, tülü, oyuncağı daxil olmaqla 250 manata aval beşiklərimizi əldə edə bilərlər. Başlayır. 250-dən başlayır, üz yuxarı dəyişir. Aha, bəli. Bunlar bəs 4 bucaq olanlar. Bunun qiyməti Rusiya istehsalıdır. Bu hərəkət edən modellərdən deyil. Adi kravat kimi də istifadə edə bilərlər. Yəni tam beşik tərzidir. Qiyməti olacaq bunun 400 manat, matras daxil olmaqla. 250 manatlıq olan modellərimiz həm boz rəngini, həm ağ rəngini, həm də krem rəngini Bunlar yenə həm əldə edə bilərlər. Aha. nənni olaraq yellənilə bilir. 0 ayından 3 yaşa qədər istifadəlikdir. Yataq hissəsini daha dərin edə bilirsiniz ki, körpə artıq biraz böyüdükdən sonra özünü çölə atmasın və artıq uşaq böyüdükdən sonra yerlənmə funksiyasını dayandırırsınız. Daha aşağıdan qoymaq olur. Bəs bu Bu modellərimiz şkaflı olan. yanı şkaflı modellərdir, transformer beşiklərdir. Yəni beşik hissəsi 1.20-nin 60-adır. Sonradan tumba hissəsi ilə beşik hissəsini çıxardırıb dərs masasına dönüşür. Alt qismi isə kravat kimi istifadəyə yararlıdır ki, 13-14 yaşa qədər. Bunların da yenə fərqli rəng tonları var Bəli, ki, bəli. yəni açıq rənglə, tünd rənglə Bir olan daha belə qeyd sevənlər. etmək istəyirəm ki, tutaq ki, da beşiyi aldılar ağ rəngi. Qərarlaşdıra bilmirlər uşaq qızı, oğlandı. Biz iç dekoruna görə dəyişə bilirik. Yəni qız uşağıdırsa, qıza görə ayarlayırıq iç dekorunu, oğlandırsa, oğlana görə ayarlaya bilirik. Dekorları tək şəkildə əldə etmək istəyənlər olarsa, tək şəkildə Bəli, bəli, də var. satışı var. Yəni fərqli rəng tonlarında iç dekorları. Burada mən Əldə edə nə bilərlər. Bu daxildir? villur dekordur. Villur parçadan ibarətdir. Demək belə qubuşudur, ulduzudur, Yastıqları buludur, da. yastıqları ilə hörük, balaca bir balans verilir içərisinə və plastinası daxil olmaqla. Əldə edə bilərlər. Yəni tək-tək də satışımız da mövcuddur. Həmçinin tülü və yaxud da oyuncağını tək ala bilərlər. Komod modellərimiz 160 manatdan başlayır. Fərqli burada. Burada da yenə belə. Üzəri bələməlidir, bəli. Körpəni ana rahat şəkildə bələyə bilsin deyə Hə, belə bir açılıb Bələmə hissəsi bağlanan var. hissəsi var. Allah. ilk Bunların- sirmələri. Bax. 4 siyirməlidirlər. Bəli, ilk sirmələri bölgülüdür. Körpənin əşyaları qarışmasın deyə. Digər sirmələr isə bütöv sirmədən ibarətdir. Qiymətimiz 140 manat, 160 manatdan başlayır. 160 manatdan başlayır. Bir daha deyək ki, beşiyi təkcə tək beşik kimi olaraq da almaya bilərlər. İstəsələr dəst formada, yəni belə 3 qaplı və yaxud da 2 qaplısını da götürə bilərlər. Komodu ilə və belə bir beşik dəsti.
dəst şəkildə də götürmək olur. 3 qapılı və Aha. 3 siyirməli rahat şəkildə gənc Gənc odası kimi. Gənc bəli. odası olaraq da buradan məhsulların rahat seçimini edə biləcəksiniz. Tək körpələrə aid deyil, hətta gənc odalarına aiddir. Gənc uşaqlara aid olan şpaneridir, komotudur, yatağıdır, yəni o şəkildə də satılır. Hal-hazırda qoymamışıq mağazaya yer tutduğu üçün. Amma satışda var. Gənc odası kimi satışımız da var. Kataloqla da tanış eləyərik inşallah. Kataloqdan rahat şəkildə seçib oradan da sifariş eləyə bilərsiniz. Minimum qiymətlərlə əldə eləyə bilərsiniz. Burada da sağda, solda fərqli yenə də şkaf modelləridir, çeşidlərdir. Bunlar qiymət dedik, neçədən minimum başlayırdı? Şpanerləri, 2 qapılı dolabları deyirsinizsə, 2 qapılı dolablarımız 200 manatdan başlayır qiymətləri. Yəni fərqli olduğu üçün. Bu Rusiya istehsalıdır. Baxın. 2 qapılı, 2 dolab. Yerli olanlar var. Bütöv şəkildə laminatdan hazırlanmışlar var. Ön hissəsi MDF-dən hazırlanmış olanlar var. Yəni fərqli çeşid olduğu üçün qiymətlər ona görə dəyişə bilir. Və baxın belə burada da belə kataloqumuz var ki, Gənc odasıdır görürsüz. fərqli öz zövqünüzə uyğun olaraq seçimini edib sifarişinizi eləyə bilərsiniz. Həm beşik, yenə də həmçinin də gənc oda modelləri burada sərgilənir, listələnir. Bu qədər dostlar, bu toptancı mağazasında ümumi olaraq sizə çəkib göstərmək istədik. Ümid edirik ki, kimlər ki bizdən fərqli toptancılar soruşurdu, onlar üçün faydalı oldu ki, burada da kompleks olaraq qeyd etdiyim kimi körpəsi olanlara və yaxud da ana, valideyn olmağa hazırlaşan bacılarımıza, qardaşlarımız, övladları üçün rahat şəkildə geyimindən, xəstəxana çıxışından tutmuş, ta ki beşiyinə qədər, yemək arabasıdır, gəzinti arabalarına qədər fərqli çeşidləri əldə edə bilərlər. Həmçinin otaqları üçün də belə mebellər də buradan əldə edə biləcəklər. Əlavə olaraq Instagram adreslərini, sosial şəbəkə ünvanlarını da aşağıda qeyd edəcəm. Rahat şəkildə oradan da məhsulları daha detallı izləyə bilərsiniz. Həmçinin əlaqə nömrələrini də qeyd edirəm ki, gələrkən yenə hər hansı bir sualınız olursa, rahat şəkildə əlaqə saxlayıb məkan konumunu da ala bilərsiniz. Qeyd etdiyimiz kimi mağaza yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, korpus 1, mağaza 7 ünvanında yerləşir ki, rahat şəkildə yenə də konum alıb gəlib çıxa bilərsiniz. Qiymət olaraq da özünüzdə bir təəssürat oyandı. Əgər sizə də uyğun gəlirsə bu qiymətlər digər mağazalardan müqayisə edilib rahat şəkildə gəlib seçiminizi eləyə bilərsiniz. Ətrafınızda da əgər bu məhsulları axtaran dostunuz, tanışlarınız varsa bu məhsullarda, bu videonu da həmin şəxslərlə mütləq paylaşın. Daha çox toptancı tanımaq istəyirsinizsə səhifəmizə abunə olun ki, mütəmadi şəkildə sizin də qarşınıza çıxsın videolarımızı və bildirimi də açmağı unutmayın ki, bizim yeni videonu paylaşdıqda sizə bildiriş olaraq gəlsin və siz də rahat şəkildə məlumatlı olasınız ki, keçid edib izləyə biləsiniz. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkürlər.